Herkes salamlar dostlarım, mən Kənan. Bu gün sizlərlə birlikdə Gren'le oynayacağıq. Gren'də hard modda bütün qapıları açıb oyundan qaçmağa çalışacağıq. Daha çox belə videoların gəlməsini istəyirsinizsə aşağıdan like atıb kanala abunə olmayı unutmayın. Gəlin başlayaq. Buradan hard mod alaq. Niyə bütün qaçışları açacağım? Çünki ürəyim belə istəyir. Başladıq. Bu arada bu niyə buradadır? A few moments later. Deməli, bug sərbəstdir. Məncə sərbəstdir də. Çünki bug olmasa daha gec qutararam. Küçülmə bug'ını elədik deməli. Bu arada oyunda nəsə Hakuna Matata. Necə sən heç sayda görmürəm bu oyun. Heç sayda görmürəm sən görməyəli bir Tezdən başlamayacağım çünki bu Gren'i 4 gündə də qutara bilərəm. Yəni o qədər də çətin bir şey deyil bunu qutaram. Və armud baş oyun. Oy oy oy. Ay, bax, məzələnirəm bunun telefon. Küçülmə baxıb bu səfər də işləməsə Gren'in sopasını götürüb. Demək, indi bu nə edəcək? Bura gələcək. Burada biraz da səs eləyək ki, əmin olaq bura gəl. Tamam. İndi o buraları gedəcək. Biz də buraları incələyək. Gasolin buradadır. Gasolin tamam. Silah parçası buradadır. Əla. İnşallah səsdə bir problem çıxmaz. Keçən dəfə Clash Royale videosu çəkəndə hocam Mega Şövalyeni buradan buraxdım. İnşallah eynisini yaşamaram. Nə edəcəm, bu gözəl nənəmizi bayıldacam. Buradan. Sağ ol brom, mən getdim. Yəni burada nəsə həyatdan çıxmadı yox. Qaçdıq ən çətin məsələ olan kuxlanı yoxlamağa. Çünki orada çox səs çıxır və çox açıq bir alandır deyə yoxlamaq da çətindir. Bunu atacam ortaya. Tamam, 30 saniyəliyinə bay bay oldu Gren'i. Bunu da götürək ataq ora. Sürətli bir şəkildə çıxıb yuxarı qoyacam. Biraz oyunun sesini artırayım. Ay! 3 aydır yoxam deyə bu Gren'lik piyasasında biraz paslanmışam. Buradan çıxan belə. Tamam, spuluk pululuk. Spuluk pululuk. Bir də bateri buradadır. Bunlar yaddan çıxmasın. Tamam, porto fiso. Silahı tamamladıq. Silahı tamamlamağımız əla bir hamle oldu. Brom, sən mənə necə görə bilirsən? Bura gəl. Oo, salam aleykum, necəsən? Ağzının üstündən vurum. Of, burnundan vurdum, ne diyorsun? Estetik burnum ya. Gren'imizin güzel estetikli burnundan vurduk. Tamam, bunu vurup başladık. Boş. Oy oy oy. Bak ha, ağıllandı bu nəsə. Ne edəcəm mən? Abi bakın qəşəng özelliği, ən qəşəng özelliği bu örümcək odasında işe yarayır. Yəni bir nevi hile kimi bir şeydir, amma yani onu da eləyək də yəni. Həm hard modda oynayırıq, həm də bunu eləmək də bir bacar. Bunu eləmək də bir bacarıq istəyir. Bax, buradan bütün
hər yeri görə bilsən. Məsələn, boğazımız boş, burada spawn oldu. Orada ət var, ətə gedəcəyik mi? Təbii ki də getməyəcəyik. Kodumuz nə idi bizim? Deməli, biz heç şeyə getmədik. Onu neyək gedək? Tamam, kodumuz nədir? Kodumuz 1-dir. Kodumuz 1. Abi, vur artıq buna. Tamam, Rust Padlock çək. Onu birazdan atarıq. İndi o qədər də vacib məsələ deyil. Burada nə var eşlə? Tamam, verir, burada verir remote kontrol. Ondan mırtdaşlayam oyun. Gedim spuluk alım. İndi bu Green amcamızı bir dəfə də bayaldacam. Sonra gedib Spider yerindən nə verir ona baxacam. Evi bir-birinə qatdım, gəl tay. Şükür Allaha. Tamam, silah yuxarıdan, güllə yuxarıdan gəl. Təcrüb, koda çəkdə bir dənə. Tamam, bunu atdıq bura. Ana qapıdan qaçmaq üçün Master Key lazımdır. Yəni, Master Key basıb qaçırsan. Aşağıdakı bodrumda elə qapısını açıb qaçırsan. Amma maşınla qaçmaq üçün sürməlisən maşını. Ona görə mən maşınla qaçacam. Nə dediyimi özüm də başa düşmədim. Boş verin. Ha, gəl. Uxay. Silahı saldıq ora. Gedək indi evrenci götürək. Al artıq bunu. Karbatlerini al. Maşınla qaçmaq üçün bir dənə maşın anahtarı qaldı. Bir də padlock qaldı deyəsən. Qalan hər şey tamamladı. Amma biz o birisi qaçışları da açacağıq. Yəni hələ işimiz çoxdur. Tamam, bunları eləyək. Bu arada kodumuz 1 idi də elə. Gedə indi Spider olan yerə. Sən gözlə. Oyunun axırında o şatqanı sən bir tərəf. Yavaş itirdim ha. Malçik, niyə boş yola baxırsan? Sənin aç qapını. Bağla qapını, çıx yuxarı. Kodumuz neçə idi? Tamam, indi buradan qarpız vermə. Çünki qarpız versən, hasar verəsən. Mənim bu dəqiqə hasara ehtiyacım yoxdur. Çünki bütün qapıları açacağam. Əla. Koş. Mən niyə bura gəldim? Bye bye. Gəl bura. Malçik səs çıxartdım hemen. Bunu açmalıyıq. Hammer'la buranı açmalıyıq. Hammer'la açmalıyıq buranı. Bununla bütün işimiz bitti.
Hal-hazırda aşağını yəqin ki bitirdik. Kanalizasyonu bitirdik yəni. Yüksək fikirdən bilmirəm nə salacaq. Uf. Əla bir kombi eləməliyik. Anınca. Enayi mal. Master şey əla. Tamam, buranı tamamladıq. Bir dənə padlock qaldı. Padlock'un nereden çıxacağını bilmirəm. İndi abi nə edəcəyik? Bizə nə lazımdır? Bizə bax, bu lazımdır. Bura vermiş. O zaman harada çıxa bilər? Ama atacağımız bir yer kalmadı ki. Yukarı tamam, her yere baktı orada. Böyük ehtimalla küçülmə bağını bozmalıyıq hələlik. Padlock. Maşını tamamladıq. Maşın bitti. Ona görə padlockdan asası olduğumuz bütün yerləri açaq. Ne paysunda. Uf. Uy. Uy. Lehcem değişti. Eyvallah koçum, bay bay. O çok süratici, çok süratici. Here. Sırf bir aratık için. Karpuz. Karpuzun içinden ne çıkabilir ki? Playhouse şey. Bilirdim. Bütün qaçışlar aktive edildi. Tamam, buranı açdıq, amma buradan qaçmayacağıq təbii ki də. Paşamız dondu. Qaçdıq, batteriyam var. Tamam. Batterini de aldıq. Və qapı da bitdi. Bir dəqiqə. Okay, bunu da qoyduq. Padlock kod. Tamam, bu qapını alıp açmışım. Sadəcə master key lazımdır. Qapı da bitdi, amma biz nə demişdik? Maşından qaçacaq demişdik. Padlock orada yadımdan çıxdı. Uy! Uy! Sol üstte de görürsüz. 40 dəqiqədir yayındayım. Yayındayım nə etələ? 40 dəqiqədə videodayım. Buradan sonra ölsəm, bir dənə qayını oynuyorum, nə də videosunu çəkərəm.
Abi zaten qapını açmışıq. Mən niyə gereksiz əyləncə eləmişəm? Tamam, bitti. Sağ olun dostlar, mən getdim. Sağ ol Granny. Bütün qapıları açdıq. İndi də maşınla qaçırıq. Daha çox belə videoların gəlməsini istəyirsinizsə dostlar, like atıp abone olmayı unutmayın. Oh be. Bitti.